İran, Ukraynanın paytaxtı Kiyevə dron və ya raketlərdən istifadə edərək zərbə endirə bilər məlumatı Əl Cəzirə telekanalı yayıb. Bu barədə Ukrayna mediasında sos siqnalı çalınır. Belə bir məqamda Ukrayna prezidenti Zelenskinin Vaşinqtona səfəri təsadüfi görünmür. Bildirilir ki, Zelenski və Trump Rusiya ilə Ukrayna arasında davam edən prosesləri müzakirə edəcək. Ən son məlumatları isə Real TV'nin Ukrayna bürosundan Emil Hüseynli çatdıracaq. Salam Emil, buyurun, söz sizdədir. Axşamınız xeyir Simnara. Bu günləri Ukrayna cəmiyyətində ən çox narahatlıqla müzakirə olunan məsələlərdən biri İranın Ukraynaya mümkün olan hava zərbələri ilə bağlıdır. Bildiyiniz kimi Ukrayna ordusu Xəzərdə İrana məxsus gəmini dronla vurduqdan sonra İran və Ukrayna arasında onsuz da mövcud olan gərgin münasibətlər açıq təhdid formasına keçib və bundan sonra İran Ukraynanın bu addımının cavabsız qalmayacağını bildirir və bu günləri yerli telegram kanallarında və Ukrayna mətbuatında ən çox yayılan xəbərlərdən biri məhz İranın mümkün Ukraynaya ballistik raketlər atması ilə bağlı olub. Bu barədə düz rəsmi Ukrayna tərəfindən hər hansı bir təksib və təsdiq olmasa da cəmiyyətdə narahatlıqla qəbul olunan məsələ məhz İranın da Ukraynaya ballistik raketlər atması ilə bağlıdır və onu da qeyd edək ki, Ukraynanın Xarici İşlər Nazirliyi də İranın açıq təhdidli bəyanatlarına cavab olaraq bildirib ki, onsuz da İran münaqişənin tərəfindən çoxdan çevrilir. Çünki Rusiya şahid tipli dronlar satmaqla, ballistik raketlər verməklə artıq münaqişənin tərəfinə çevrilmiş olur. Simnara, digər bir məsələ isə Zelenskinin Trumpla görüşü ilə bağlıdır. Bu günləri Zelenskinin Amerika Birləşmiş Ştatları səfəri çərçivəsində Trumpla görüşü baş tutub Ağ Evdə və Ukraynanın yerli jurnalistlərin verdiyi məlumata görə görüş qapalıdır, lakin belə deyək, diplomatik mənbələrin verdiyi, yerli jurnalistlərin verdiyi açıqlamada qeyd olunur ki, əsas müzakirə olunan məsələlər sülh danışıqlarının bərpası, antiballistik koalisiyasının gücləndirilməsi və ən əsas məsələlərdən, müzakirə olunan məsələlərdən biri isə Rusiya qarşı tətbiq olunacaq cəhənnəm sanksiyasıdır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatlarında bununla bağlı xüsusi bir qanun layihəsi hazırlanıb və qanun layihəsinin qəbul edilməsi üçün Trumpla bu məsələ də müzakirə olunub və ilkin ehtimala görə Trumpın belə deyək, bununla bağlı ilkin razılığı əldə olunub və yaxın gələcəkdə bu sanksiyanın qəbul edilməsi mümkündür. Onu da qeyd edək ki, sanksiyada əsas vurğulanan məsələ Rusiyanın enerji resurslarının satışına böyük bir məhdudiyyətlərin, qadağaların qoyulmasıdır. Əgər bu sanksiya qəbul olunarsa, Rusiya iqtisadiyyatına böyük bir ziyan dəymiş olar. Simnara, mənim çatdıracağım bu qədər, söz sizdədir. Təşəkkür edirik, minnətdarıq. Bir daha qeyd edim ki, Real TV'nin Ukrayna bürosundan son məlumatları əməkdaşımız Emil Hüseynli çatdırdı və biz davam edirik.